Hoş gördük bir de qəşəng döşəməli aş pişirmişəm. Əsl Göyçay döşəmə aşıdır. O bəziləri deyir, Göyçayda bir aş var. Bəli var. Bəli, biz Göyçaylılar belə pişiririk. Qəşəng buranı çəkməni yox. Bismillahirrahmanirrahim. Allah, Məhəmməd, ya Əli, ya Əmir əl-Müminin. Qəşəng qazanı çək. Canım benim. Marla da eləyəndə, bax deyirsiniz ki, marla nəyə lazımdır? Bax buna lazımdır. Marla bunun üçün lazımdır ki, tertemiz. Götürürsən, çıxardırsan. Və dibidir. Bismillah. Qəşəng basmati düyüsündəndir. Sabaha yenə aşım var. Nə deyilərik ki, aşdan zat başlıqa deyib, heç nə pişirmir. Pişirə bilmir. Şu başınıza qoymayın, yazanlar. Müştəri nə deyir, onu pişirəm də. Burada nə var ki? Belənçini. Şabalıqlı zatı kişmişi də hazırdır. Buranı da göstərir. Qəşəng kişmişini ayrı eləmişim. Çünki qazanın dibində yeri yox idi. Kim istəsə, yenə qəşəng görsən, çoğu kanallar dibinə şarap vurmuşum. Şarap deyəndə deyirlər, ay aman, günahdır. Şarap var. Şarap yəni alça, palçıq turşu deyirlər. Biz şarap deyirik. Nar şarabı, alçıq şarabı. Bismillah. Deyəndə. Güvəndə sən yavaş danışırsan ki, heç kim eşit. Onu eşit. Qəşəng basmati düyüsündəndir. İstədim bir dənəsini belə çəkim sizə göstəreyim. Süper. İndi bunu dibinə qoyacağım. Əsas yeri burada. Bunun əsas yeri fum nöqtəsi. Qəşəng. Yəni deyirlər, ay qazma ət qızarmadı. Döşəməli aşın, əti canlarım mənim qızarmır. Bu bastırmadır, bastırma. Döşəməli aşın əti qızarmır. Parda pişir bu, buğda pişir. Yenə kim sifariş vermək istəsə, mənim gözlərimizi Qəbələ şabaltıdır. Özüm təmizləyirəm şabaltıdır. Hamısı öz bağımızdandır. Bir qabını istədim çəkim sizə göstəreyim. Onun bu əsas dibi var ya, o şortam yeri. Bax, əsas yür burasıdır. Bu içində qalmaz. Ben ne oldu? Neydi? Eziyi çəkmədi. Qara turşalı kişi. Qəşəng kişmişdi zaten. Ölürəm də kişmişdən ötürü. Qazanda ən çox sevdiyim kişmişdi. İndi bir də oynadır. Qazmadan çıxardı. Bir də bax, burasıdır əsas yeri. Qazmaq. Görsən nə gözəldir. Xına kimi qızarıb. Xına kimi. Götürə bilsəm yaxşı olacaq. Bəh. Bu burasından da çıxardım. Süper. Bunu kim yeməz? Bax, siz Allah, bunu kim yeməz? Bu cürünə aşı kim bəyənməz, kim yeməz? Deyil, şortamlı, qəşəng, duzlu, turşulu. Mən şortam deyəndə deyirlər, şortam nədir? Elə bir cəmaət Azərbaycanda yaşamır. Qəşəng, gül kimi, tərtəmiz, hamısı Quran haqqı yumamış bir dənə şeyə vurmuram mən, qazana tökmürəm. Adam var, düyünü yumur, tökür, nə belə mənə. Bir dənə şeyi mən yumamış qazana tökmürəm. Ona görə də müştərilər deyir ki, sənin pişirdiyin yemək mədəmizə toxunmur, deyir Nazlı. Kim istəsə, yenə deyirəm, Azərbaycan deyəm, canla başla, qulluğunuzda hazıram. Sifariş verin. Bunlar da dolmalarımdır, yığmışam. Kələm dolmam zadımdır, hamısı yığmışam. İndi hazırlayıram, göndərəcəm. Qatıq süzmüşəm. Doğğa sifarişim də var. Qəşəng, gül kimi, hamısı Həzrət Abbas haqqı. Bir dənə bu evdə kirli bir şey deyə bilmərsiniz ki, var. Qətiyyən ola da bilməz.